Salam. Bu videoda Trigonometrinin funksiyon analizə aid məsələlər kitabından maraqlı bir məsələnin həllini verəcəm. Məsələnin şərtini görürsünüz. Deməli, H Hilbert fəzasıdır. A, H-dan H-a təsir edən xətti məhdud operatordur. Təyin olunması da bütün H-dır. Bütün fəzada təyin olunmuş xətti məhdud operatordur. İspat eləmək lazımdır ki, A operatorunun norması üçün gördüyünüz ifadə bərabərlik doğrudur. Bunu ispat edəcəyik. İspatı deməli, A H-dan H-a təsir eləyir. Xətti məhdud operatordur. H-da Hilbert fəzasıdır. Və ispat eləməliyik ki, A operatorunun norması üçün belə bir ifadə doğrudur. Supremum x, y-lər H-da dəyişir. X da 0 deyil. Bu adi 0 kimi yazılıb, amma bu adi 0 deyil əslində. Bu Hilbert fəzasının 0'dır. Normalda bunu bir teta yazarlar ki, bu fərqlənsin. Bu adi həqiqətlərdə bildiyimiz 0 deyil, amma eləcə 0 yazacağım, amma biləcəyik ki, o H Hilbert fəzasının 0'dır. Deməli, burada moduluda AX-ın Y-a skaler hasili bölünsün norma X vurulsun norma Y. Belə bir ifadə doğrudur A operatorunun norması üçün. İndi əslində bu nə deməkdir? Bu deməkdir ki, əslində belə bir çoxluğa baxsaq biz, bu X çoxluğu deyim buna. Bu çoxluğun elementləri bu ədədlər olsun. Bunlar ədəddir. Bilirik ki, AX-ın Y-a skaler hasili bir ya həqiqi ədəddir, ya da bir kompleks ədəddir. Əgər H həqiqi Hilbert fəzasıdırsa, həqiqi ədəd olacaq. Əgər kompleks Hilbert fəzasıdırsa, kompleks ədəd olacaq. Amma modulu təbii ki, hər zaman mənfi olmayan bir həqiqi ədəddir. X-ən Y 0 olmadığına görə modul X-ən modul X deyirəm, norma X-ən norma Y deməli, müsbət həqiqi ədədlər olacaq. Belə bir çoxluq elementləri bulardır və X, Y H Hilbert fəzasındadır. Hansı ki, X da 0 deyil, Y də 0 deyil. Əslində biz ispat eləməliyik ki, təbii ki, bu X çoxluğu həqiqi ədədlər çoxluğunun bir alt çoxluğudur. Və biz ispat eləməliyik ki, supremum X norma A-ya bərabərdir. Əslində bunu demək istəyir. İndi X-in supremumunun norma A olması nə deməkdir? Yəni norma A X-in X çoxluğunun yuxarı sərhəddidir. Bunu ispat eləməliyik. İkincisi ispat eləməliyik ki, o dəqiq yuxarı sərhəddir. Öncə norma A-nın X çoxluğunun yuxarı sərhəddə olduğunu ispat eləyək. Bunun üçün Cauchy-Bunyakovski bərabərliyi istifadə edəcəm. Hilbert fəzasında Cauchy-Bunyakovski bərabərliyi belə idi. Deməli, X-in Y-a skaler hasilinin modulu kiçik bərabərdir. Norma X vur norma Y. Bu Hilbert fəzasında Cauchy-Bunyakovski bərabərliyi. Bunu xüsusi halda məsələn biz L2-də yazsaq bu bərabərliyi bildiyimiz Cauchy-Bunyakovski bərabərliyi alınır. Böyük L2-də yazsaq integrallar üçün Cauchy-Bunyakovski bərabərliyi alınır. Cauchy-Bunyakovski bərabərliyidir bu. Bundan istifadə edəcəm indi. İndi necə olacaq? Baxaq indi. Deməli, X çoxluğunun yuxarı sərhəddinin normal olduğunu göstərəcəm. Sonra da dəqiq yuxarı sərhədd olduğunu ispat edəcəm. İndi deməli, AX-ın Y-a skaler hasili bölünsün norma X vur norma Y. Bunu ispat eləyək. Bu kiçik bərabərdir. Cauchy-Schwarz'a görə, Cauchy-Bunyakovski'yə görə norma AX vur norma Y olacaq. Burada da norma X vur norma Y. İndi A xətti məhdud operator olduğuna görə biz A operatorunun norması üçün bu ifadəni bilirik. Yəni A operatorunun norması necə təyin olunur? Supremum norma AX bölü norma X
A operator norması üçün bu ifadə doğrudur. X h-dadır və x 0 deyil. Buradan xüsusi halda anlar ki, norma AX kiçik bərabərdir. Norma A vur norma X. Bunu burada istifadə edəcəm indi. Bu kiçik bərabərdir. Heç bir şeyə dəymirəm. Bütün hamısı onsuz da mənfi olmayan müsbət ədədlərdir. Bu norma A vur norma X yazacağım. Vur norma Y. Burada da norma X, norma Y. Bu bizə norma A verəcək. Deməli, norma A ədədi X çoxluğunun yuxarı sərhəddidir. Yəni, biz X-in istənilən bir elementini götürdük. Böyük X çoxluğunun istənilən bir elementini götürdük. O, bu şəkilli bir elementdir. Və bunun norma A-dan kiçik bərabər olduğunu sübut elədik. Bu nə deməkdir? Yəni norma A ədədi X çoxluğunun yuxarı sərhəddidir. X çoxluğunun yuxarı sərhəddidir. İndi ispat eləməliyik ki, norma A X çoxluğunun dəqiq yuxarı sərhəddidir. Bunun üçün norma A'ya yığılan X'in yəni X'də elə bir ardıcıllıq var ki, onun limiti norma A'dır. Yəni göstərməliyik ki, elə bir ZN-lər var ki, X'da var ki, bunların limiti bizə norma A verir. Bunu ispat eləməliyik. Əgər çoxluqdan elə bir ardıcıllıq varsa ki, yuxarı sərhəddə yığılsın, o zaman həmin yuxarı sərhəd supremum olur. İndi yuxarıda göstərdim. Norma A necə təyin olunur? Xətti məhdud operator norması supremum norma AX böl norma X kimi təyin olunur. X h-dadır və X 0 deyil. Supremuma yığılan bir ardıcıllıq var. Onda buradan çıxar ki, elə bir X'nlər var ki, h-da X'nlər də 0 deyil. Deməli, norma AX'n bölünsün norma X'nlər, bunlar yığılır norma A'ya. Təbii ki, supremuma yığılan bir ardıcıllıq vardır hər zaman. İndi mən ZN-lər olaraq nəyi götürəcəm? ZN olaraq götürəcəm. X'in elementləri bu şəkilli elementlərdə bura yazıram. AX-in Y-a skaler hasilinin modulu bölünsün norma X vur norma Y. Bu şəkilli elementlər X'in elementləridir. Xüsusi halda mən deməli X'in yerinə X'n qoyacağam. Y-in yerinə də onda yerinə AX'lər yazacağam. Təbii ki, bu elementlər aydın məsələdir ki, bunlar hökmən X'in elementləridir. Y-lər olaraq AX'ləri seçdim. İndi baxaq görək ZN-lər nə olacaq? Bilirik ki, Hilbert fəzasında bir elementin norması kök altında X'in X-a skaler hasili kimi təyin olunur. Onda ZN nə olacaq? X'in X-a skaler hasili 0-dan böyük bərabər bir ədəddir. Burada olacaq norma AX'lərin kvadratı olacaq. Burada da norma X'lər vurulsun norma AX'lər olacaq. Bu da bizə norma AX'n bölünsün norma X'n verəcək. Və bunlar da təbii ki, norma A'ya yığılır. Limiti norma A'dır. Çünki X'ləri o cür seçmişdim. Norma A'ya yığılır. Deməli, biz nə ispat etdik? Elə bir ZN var ki, X-da ZN-lərin limiti norma A'dır. En son sıra gedəndə. Deməli, biz ispat etdik. Birinci nə ispat etdik? İspat etdik ki, istənilən Z X-dadırsa, Z norma A-nı aşmır. İkinci nə ispat etdik? Elə bir ZN-lər var ki, X-da ZN-lərin limiti norma A-dır.
Bu nə deməkdir? Bu ispat etdiyimiz iki dənə faktdan çıxar ki, buradan anlar ki, supremum x norma A-dır. Bununla da məsələ ispat olundu. Yəni norma A bərabərdir Hilbert fəzasında h-dan h-a təsir edən bir xətti məhdud operatorun norması üçün belə bir ifadəni ispat etdik. Chernogy'nin funksiyanal analizə aid məsələlər kitabındandır. İstəyən birinci videonu saxlayıb özü də fikirləşə bilər. Sonra baxa da bilər təbii ki. Maraqlı sualdır. Əslində elə də çətin bir sual deyil. Sadəcə A operatorunun norması necə təyin olunur? Kuşi-Bunyakovski-Hilbert fəzasında yazdıqda bir də operatorun normasının ifadəsi oradan alınır. Məsələ bununla da bitdi. İspat olundu. Növbəti videoda görüşərik. Sağ olun.